Salam, hər vaxtınız xeyirli olsun, əziz müəllimlər. Deməli, MİQ və sertifikasiya sınaq 9-la qarşınızdayam. Bu sınaq həm Azərbaycan dili, həm riyaziyyat daxil olmaqla 20 sualdan ibarətdir. Sınağın linkini aşağıda açıqlama hissəsində yerləşdirəcəm. İlk öncə sınağı işləyib, daha sonra izaha baxa bilərsiniz. Gəlin Azərbaycan dilindən birinci suala baxaq. Deyir ki, uyğun ifadə ilə cümləni tamamlayın. Amonimlər çoxmənalı sözlərdən fərqli olaraq neynir? Fikri yalnız deyir eyni nitq hissəsinə aid olur, tamamilə fərqli mənalar bildirir. Fikri daha dəqiq ifadə etməklə mühüm rol oynayır. Yazılışı və deyilişi müxtəlif olan sözlərdir. Xeyr, yazılışı və deyilişi müxtəlif olan sözlərdir. Belə deyim də, amonimlərə aid deyil. Amonimlərin tərifi necə idi? Yazılışı və deyilişi eyni olan, lakin mənaları bir-birindən tamamilə fərqlənən sözlərdir. Deməli, bu zaman doğru variantımız B variantı olacaq. Tamamilə fərqli mənalar bildirir. Amma çoxmənalı sözlər eyni yazılır və oxşar, belə deyim də, mənalar bildirir. Məsələn, deyirəm insanın ayağı, stolun ayağı, nə bilim, sonra ətək deyirəm, insanın ətəyi, yəni ətəkdə, sonra dağın ətəyi bu formada olanda çoxmənalı söz olaraq bilinir. Amma amonimlər nə idi? Amonimlər deyilişi və yazılışı eyni idi. Mənaları tamamilə bir-birindən fərqli olan sözlər idi. Məsələn, bağ deyə bilərəm. Bağ sözü amonimdir, çünki bir ayaqqabının bağı var, bir də ağacların çox əkildiyi sahə bağ hesab olunur. Ona görə də bu amonim sayılmış olur. Deməli, burada doğru cavabımız B variantına uyğundur. Bu sual 2024-cü il qəbul sualıdır. Deyir, uşağın səsini eşidən ananın həyəcanlı baxışları onu çox qorxutdu. Nə etdi? Qorxutdu. Xəbər. Nə qorxutdu? Ananın həyəcanlı baxışları, çünki ananın baxışları üçüncü növ təyin söz birləşməsidir. Arasına istəyir nə qədər söz girsə girsin, bir-iki təhlil olacaq. Nə qorxutdu? Ananın həyəcanlı baxışları kimi? Onu tamamlıq, nə qədər qorxutdu? Çox. Zərflik. Hansı ananın həyəcanlı baxışları onu çox qorxutdu? Uşağın səsini eşidən anan. Deməli, bu təyindir. Buradakı mübtəda oldu, bu tamamlıq oldu, zərflik oldu, bir də xəbər oldu. Ona uyğun variantımız hansıdır? Deməli, təyin, mübtəda, tamamlıq, zərflik, xəbər. Təyin, mübtəda, tamamlıq, zərflik, xəbər D variantında biz onu görürük. Deməli, 2024 qəbul sualının bir də üçüncü sualımızdır. Deyir, cümlələrin birində yönlü halda işlənən söz yer zərfliyi vəzifəsindədir. Bizə, sizə, onlara bu tipli sözlər əslində yönlü halda işlənən yer zərfləri adlanır. Yəni, bugün hazırlaşırdım ki, sizə gəlim. Hara gəlim, sizə gəlim. Burada doğru cavab A variantıdır. Dördüncü sual da 2024 qəbul sualıdır. Deməli, deyir, cümlələrin biri quruluşca mürəkkəb deyil. Qoca çox dedi, amma uşaqlar anlamadılar. Deyən qocadır, anlamayan uşaqlar deyə bu mürəkkəb cümlə sayılır. Günəş batır, ətraf zülmətə qərq olunurdu. Batan günəşdir, zülmətə qərq olunan ətrafdır. Hərəsinin özünün ayrıca mübtədası, ayrıca xəbəri olduğu üçün ona görə də B variantı da mürəkkəb sayılır. Bizə mürəkkəb olmayan lazımdır. Müəllim dərsi izah edir, aydın başa salırdı. Deməli, izah edən də müəllimdir, aydın başa salan da müəllimdir. Onun üçün elə burada, yəni iki dənə xəbər bir mübtədaya bağlı olduğu üçün bu da nə sayılır? Sadə cümlə sayılır. Payızın əsrarəngiz görüntüsü zövq verir, insanlar şəkil çəkdirirdi. Zövq verən payızın əsrarəngiz görüntüsü idi, amma şəkil çəkdirən insanlar idi. Ona görə də bu da mürəkkəb cümlə sayılır. Deməli, burada mürəkkəb olmayan tək bir cümlə var. O da C variantındakı müəllim dərsi izah edir, aydın başa salırdı. Deməli, cavabımız C variantı. 5-ci sualda deyir, hansı cümlədə feili bağlama yoxdur? Dərsi danışmamış sualları cavablandırmağa başladı. Nə zaman sualları cavablandırmağa başladı? Dərsi danışmamış. İnsanlar sığınacaq tapmaq üçün qaçırdılar. Qaçırdılar nə üçün? İnsanlar sığınacaq tapmaq üçün qaçırdılar. Deməli, burada əslində biz feili bağlamaya rast gəlmirik. Yağış yağanda pəncərənin qarşısına keçib səssizcə baxdım. Nə zaman
pəncərənin qarşısına keçibsə sizə baxdım. Yağış yağanda anda əndə şəkilçisi feili bağlama şəkilçisidir. Yanımdan keçəndə mənə baxaraq nəsə dedim. Nə zaman nəsə dedi? Yanımdan keçəndə. Deməli, burada da and əndə şəkilçisini görürük və burada feili bağlama olduğunu müəyyən edirik. Amma feili bağlama olmayan tək bir variant var idi, o da B variantında. İnsanlar sığınacaq tapmaq üçün qaçırdılar. Deməli, B-də feili bağlama yoxdur. Köməkçi nitqçiləri ardıcılıqla seçin deyir. Deyir, vay, deyəsən Aydan və Zəhra dərslərini oxumayıblar. Deməli, burada vay deyəsən Aydan və Zəhra həm dərslərini oxumayıblar, həm də yalnız oyun oynamağı düşünürlər. Buradakı vay nidadır, deyəsən modal sözdür və bağlayıcıdır. Daha sonra həm bağlayıcıdır, həm də bağlayıcıdır. Deməli, burada nida, belə deyək, yazaq bunun üstünə, burada yazaq. Nida, sonra modal söz, bağlayıcı, bağlayıcı və bağlayıcı. Nida, modal söz, bağlayıcı, bağlayıcı. Bu həm-həmdəni bir şey götürülüb, bağlayıcı. Deməli, burada doğru cavabımız C variantı olacaq. Başqa varmı? Və Nida, Aydan və Zəhra. Xeyr, yoxdur. 7-ci sualda deyir, hansı cümlənin mübtədası feili birləşmə ilə ifadə olunub? Burada doğru cavabımız C variantıdır. Çünki deyir, bizə gələn hər zaman xoş qarşılanar. Kim bizə gələn? Deməli, burada kim sualına cavab verir və cümlənin mübtədası hesab olunur, həm də feili sifət tərkib edib. Kim bizə gələn? Deməli, burada feili birləşmə C variantında olacaq. Sonra, hökmdar sözünün deyir, fonetik təhlillə bağlı səhvi göstərin. Hökmdar yazılır, amma necə deyilir? Hökmdar. Yəni, ortaya bir dənə ü saiti daxil olur. Ahəng qanunu pozulmuşdur. Deməli, biz fonetik təhlildə təhlil edən zaman hansıları yazılışa görə götürürdük? Vurğunu, ahəng qanununu, hecanı, bir də hərflərin sayını. Düzdürmü? Vurğu, ahəng qanunu, heca və hərflərin sayı. Burada hökmdar yazım. Hökmdar. Necə tələffüz necə yazılır onu yazıram. Bu da transkripsiyanın içində, bu da tələffüzdür. Ahəng qanunu pozulmuşdur. Bəli, Ö və A ahəng qanunu pozur. Sözdə 2 çar, 3 cingiltili samit işlənmişdir. Sözdə 2 çar işlənib, baxaq, sözün yazılışına görə baxırıq. H nədir? Çardır. Ç çardır. M cingiltilidir. D cingiltilidir. R cingiltilidir. 2 çar, 3 cingiltili bəli işlənmişdir. Hökmdar şəklində tələffüz edilir. Hökmdar, bəli, hökmdar şəklində də tələffüz edildi. Əslində transkripsiya olmalı idi. Sözün hecaları hökmdar. İlk baxışda doğru kimi görünə bilər, amma demişdim axı, heca və hərflərin sayı heca yazılışa görədir. Yəni, yazılışda ü yoxdur axı, ü yoxdur. Onun üçün doğru cavabımız D variantı olacaq. Fonetik təhlil nəşi ilə bağlı səhvi istəyirdi məndən. Səhv də D variantında rast gəlinir. 9-2023 qəbul sualıdır. Deməli, bizim binanın həyəti birləşməsindəki şəkilçiləri ardıcılıqla göstərin. Bizim binanın həyəti. Buradakı im, belə deyək. Buradakı im yəli çaldı. Bax, yəli çaldı. Bizim binanın həyəti. Bax, bizim bina olsaydı adlıq olardı. Amma binanın həyəti artıq burada yenə yəli çal var. Həyəti adlıq haldır. Çünki mənsubiyyət şəkilçisi qəbul edib. Bizim binanın həyəti. Deməli, yəlik, bir də adlıq hal. Baxaq görək, harada var? Yəlik, mənsubiyyət. Elə mənsubiyyət kimi götürülüb. Mənsubiyyət olsun, mənsubiyyət kimi olsun. D variantı. Yəni, adlıq halda sayılır. Mənsubiyyət şəkilçili sözdə sayılır. Deməli, sonra
10-cu sual. Nizaminin möhtəşəm əsərləri günümüzə qədər gəlib çatmışdı. Nizaminin möhtəşəm əsərləri günümüzə qədər gəlib çatmışdır. Cümləsində isimlər ardıcılıqla necə düzülmüşdür? Nizaminin əsərləri, buradakı yəli çal, buradakı adlı xal, bizim günümüzə yönlü çal. Deməli, yəlik, adlıq və yönlü çal D variantına uyğundur. Sonra riyaziyyata keçid edirik. Deyir, A ədədi B-dən 9 dəfə böyük, C-dən 10 vahid kiçikdir. Mülahizəsinə aşağıdakılardan hansı uyğun gəlir? A-nı bərabər edirik nəyə? A bərabərdir. Deyir ki, A ədədi B-dən 9 dəfə böyük. A 9 dəfə böyükdürsə, bərabərləşdirmək üçün B-ni 9-a vurmalıyam. B-ni 9-a vurmalıyam. C-dən 10 vahid kiçikdirsə, deməli C-dən 10 çıxmalıyam ki, A-ya bərabər olsun. Nə deyirsə onun tərsini yazıram. Deməli A bərabərdir B vur 9, bərabərdir C çıx 10. Cavabımız D variantı. Daha sonra 12. Günün keçən hissəsi qalan hissəsindən 5 saat 14 dəqiqə çoxdur. Saat neçədir? Günün bir keçən hissəsi var, bir də qalan hissəsi var. Hər ikisinə 12:00 yazanda 12:00. Buradakı saatı da yarı bölüb keçən hissənin üzərinə gəlir. Yəni 5 saat 14 dəqiqə, 5 saatın yarısı 2 saat 30 dəqiqədir. Düzdürmü? 14 dəqiqənin yarısı 7 dəqiqədir. Bu da eləyir 2 saat 37 dəqiqə. Və həmin bu yarıya böldüyüm saatı keçən hissənin üzərinə gəlirik. Olur neçə? 14, 37. Cavab oldu B variantı. Bu biraz digərlərinə baxanda çətin sualdır. Baxaq görək niyə. Deyir, velosipedçi evdən yola düşdükdən 1 saat 15 dəqiqə sonra dostu ilə görüşüb, olduqları yerdən 30 dəqiqə məsafədə olan restorana gedir. 1 saat 10 dəqiqə restoranda vaxt keçirdikdən sonra evə qayıdır. Yolda 20 dəqiqə vaxt itirən velosipedçi saat 14:40-da evə çatarsa, velosipedçinin evdən çıxdığı saatı tapın. Evdən çıxdığı saat verilməyib, amma evə çatdığı saat verilib. Sadəcə yolda nə qədər müddət olduğu, sonra restoranda nə qədər müddət vaxt keçirdiyi, yolda nə qədər vaxt itirdiyi burada bizə məlumdur. Deməli 1 saat 15 dəqiqə dostu ilə görüşüb. Bu dostu ilə görüşməyə 1 saat 15 dəqiqə vaxt sərf edib. Amma dostu ilə görüşdükdən sonra əlavə olaraq 30 dəqiqədə məsafədə olan restorana gediblər bunlar. Ümumilikdə evdən, velosipedçi evdən restorana qədər nə qədər vaxt sərf edib? 1 saat 15 dəqiqə, bu da 30 dəqiqə. Oldu 1 saat 45 dəqiqə. Biz 1 saat 45 dəqiqəni dəqiqə ilə yazsaq, 1 saatın 60 dəqiqə, 45 dəqiqənin üzərinə gələndə 105 dəqiqə. 105 dəqiqə neynir? Gedir. 105 dəqiqə qayıdır. Bunları birinci yazaq, qayıdır. Çünki getdiyi yolu qayıtmalıdır da, orada qalası deyil ki. Daha sonra 30 dəqiqə məsafədə olan restorana gedir. 1 saat 10 dəqiqə restoranda vaxt keçirir. 1 saat 10 dəqiqə vaxt keçirir. Bu da dəqiqə ilə yazsaq 70 dəqiqəyə bərabərdir. 20 dəqiqədə vaxt itirir. Bunu da 20 dəqiqənin də üzərinə gələk. Gəl toplayaq görək. Ümumilikdə nə qədər evdən çıxandan evə qayıdana kimi vaxtı gedib. 5, 5, 10, 0, 1 yadda. 9, 1 də yadda 10, 0, 1 yadda. 2, 1 də yadda 3. 300 dəqiqə, o da 5 saata bərabərdir. İndi evə çatdığı vaxtı bilirəm. 14:40. Düzdür? 14:40-ı bilirəm. 5 saat da bundan əvvəl evdən çıxıbsa, deməli mən 14:40-dan 5 saata çıxacam, 9:40-a bərabər olacaq. Hər birini dəqiqəyə çevirdim. Bax, buradakı 70 dəqiqə nədir? Vaxt keçirib, restoranda vaxt keçirib. 20 dəqiqə nədir? Yolda 20 dəqiqə vaxt itirib. Yəni onların hamısını toplayanda 300 dəqiqə verir. 300 dəqiqəni də saata çevirəndə 5 saata bərabərdir. Bu 5 saat belə deyim, evdən çıxandan evə qayıdana qədər ortada vaxtı gedib. Yəni 14:40-da da evə qayıdıbsa, 5 saat əvvələ qaydanda 9:40-a bərabər olur. 14. Hər hektarından 3 ton məhsul götürülən bir ərazinin eni 10 metr, uzunluğu 40 metrdir. Bax, 1 hektarından 3 ton məhsul götürür. Biz sahə vədlərini yazanda metr kvadrat, sonra ar,
hektar, bir də kilometr kvadrat yazmışdıq. Bir də tutum vahidlərindən milliqram, onları artıq bilirik, heç bunları yazmağa ehtiyac yoxdur. Deyir, hər hektardan 3 ton məhsul götürülən bir ərazinin eni 10 metr, bax, eni 10 metr. 10 metr. Uzunluğu nə qədərdir? 40 metr. Əgər 1 hektardan, yəni neçə metr kvadratdan hər birinin arasında 100 fərq var, 100 dəfə fərq var da. 100 burada fərq var, 100 dəfə burada fərq var. Deməli 1 hektarın əslində 1 yanda 4 dənə 0, 10.000 metr kvadrata bərabərdir. Yəni 10.000 metr kvadratdan 3 ton, yəni 3000 kiloqram məhsul götürüblərsə, indi bunun sahəsini tapaq, onu vuraq 40-a elədi 4, yanında 2 dənə 0. 400 metr kvadratdan neçə kiloqram məhsul götürüblər? Bax, buradakı tonu da kiloqrama çevirdik, hektarı da metr kvadrata çevirdik. Çünki burada eni 10 metr, uzunu 40 metri verib bizə. Sahəni də tapanda onu 40-a vuracaq, eləyəcək 400 metr kvadratı. Deməli, 10.000 metr kvadratdan 3000 kiloqram mal götürüblərsə, məhsul götürüblərsə, bəs 400 metr kvadratdan neçə kiloqram məhsul götürəcəklər? Bizim də cavabımız, belə deyim, ola bilər tonla versin, ola bilər kiloqramla versin. İndi görək, hələ ki bizim tapacağımız cavab kiloqramla olacaq. Çünki burada 3000 kiloqram mal götürüblərsə, 400 metr kvadratdan neçə kiloqram mal götürəcəklər? Baxaq, 400-ü vuraq 3000-ə, bölək 10.000-ə. Buradakı sıfırlarla aşağıdakı sıfırları ixtisar aparaq. Buradan 3 sıfır geçsin, aşağıdan 3 sıfır geçsin. Buradakı onun yanındakı 1 sıfır geçsin, aşağıdakı 1 sıfır, yuxarıdakı 1 sıfır geçsin. Qaldı 400-ü vuracaq 3-ə, o da eləyəcək. Bir dəqiqə, harada səhv yazdıq. 3 ton məhsul götürülən bir ərazinin eni 10 metr, uzunluğu 40 metrdir. Bu sahədə nə qədər məhsul götürürlər? Hal-hazırda aldığımız cavab 1200-dür kiloqram. Bircə dəqiqə nəsə burada səhv getdi. Burada 400 yazmaqdan 4000 yazmışam ona görə. Yəni buradakı əslində sıfırın biri artıqdır. 40-ı da vurdum 3-ə, elədi 120 kiloqram. Cavabımız B variantı. Daha sonra 15-ci suala baxırıq. Deyir, sürəti 22 km/saat olan kater, sürəti 4 km/saat olan çayda əvvəl axını ilə sonra axının əkisini üzərək cəmi 212 km yol getdi. O, cəmi 10 saat yolda olmuşsa, axın ilə cəmi neçə kilometr yol getmişdir? Deməli, katerin sürəti nə qədərdir? 22. Çayın sürəti 4-dür. Axın ilə onda nə qədər olacaq? Axın ilə və axına qarşı. Axın ilə 26 olacaq, axına qarşı 18 olacaq. Düzdürmü? İndi nə deyir? Əvvəl axını ilə sonra axının əksinə üzərək cəmi 212 km yol getdi. O, axın ilə və axına qarşı getdiyi yola cəmi 10 saat vaxt sərf edib. Deməli, birinə x saat vaxt sərf edibsə, digərinə 10 çıxılsın x saat vaxt sərf edib. Yəni, cəmi 10-dursa, birinə x yazırdıq, digərinə 10 çıxılsın x yazırıq. İndi ümumilikdə, deməli, zamanı vursam mən sürətinə getdiyi yolu tapacam, düzdür? İndi 26-nı x-ə vururam. Yerlir 26x. Üstünə gəlirəm. Axın ilə getdiyi yol budur. İndi axına qarşı getdiyi yolu yazıram. 18-i vururam 10 çıxılsın x-ə. 18 vurulsun 10 çıxılsın x-ə. Bərabər eləyirəm. Ümumilikdə neçə kilometr yol gedib? 212 kilometr yol gedib. İndi bu tənliyi tapanda 26x üstə gəlinsin 18-i ona vuranda 180, müsbətlə mənfi eləyir. 18-i x-ə vuranda 18x 212-yə bərabərdir. İndi 26-dan 18 çıxanda eləyir 8x bərabərdir. 212-dən 180-ni çıxacaq. 8x bərabərdir. 2, 11-dən 8 çıxdım 3, 1-dən də 1 heç nə qalmadı. X-in qiyməti 4-ə bərabər oldu.
İndi axın ilə deyəcəm neçə kilometr yol getmişdir. Axın ilə 4 saat yol gedib, axına qarşı 10 çıxılsın 4, yəni 6 saat yol gedib. İndi mənə də deyir ki, axın ilə cəmi neçə kilometr yol getmişdi. Bax, axın ilə getdiyi kilometr budur. Bax, 26-nı x-ə vursam, x-in də qiyməti neçədir? 4-dür. Yəni 26-nı 4-ə vursam, mən axın ilə getdiyi yolu tapmış olacağam. 6 4-ün 24, 2 yadda, 2 4-ün 8, 2 də 7, 10. Deməli, axın ilə 104 kilometr, burada kilometr yadımdan çıxıb yazmamışam, 104 kilometr yol getmişdir. 16-cı sual. Deyir, düzbucaqlı ilə kvadratın sahələri bərabərdir. Deməli, bu düzbucaqlı olsun, bu kvadrat olsun. Sahələr bərabərdir. Düzbucaqlının eni kvadratın tərəfindən 4 vahid az. Kvadratın tərəfləri x-dirsə, yəni bir tərəfi x-dirsə, deməli hər tərəfi x olacaq. Düzdürmü? Deyir, düzbucaqlının eni kvadratın tərəfindən 4 vahid az. X-dirsə 4 vahid az, x minus 4-dür. Yəni çıxılsın 4-dür. Uzunluğu kvadratın tərəfindən 6 vahid çoxdur. Kvadratın tərəfi x-dirsə 6 vahid çox, x plus 6 olacaq. Bu düzbucaqlının perimetri 52-dir. Bax, deməli bizim perimetr düsturumuz nə idi? A üstə gəlsin B vurulsun 2 bərabərdir P. Əgər A x minus 4-dürsə, üstə gəldim B x plus 6-dırsa, bax x plus 6-dırsa, bunu 2-yə vursam, mənə 52 verəcək. Yəni perimetrini verəcək. İndi x-in x toplayanda 2x, 2x mənfi ilə müsbət mənfi verəcək, amma böyük işarə. Yəni çıxılacaq böyük işarəsi yazılacaq. Üstə gəlinsin 2 bərabərdir. 52-ni 2-yə böləndə 5-i 2 yerə bölsəm 2, 12-ni 2 yerə bölsəm 6. 2x də 24-ə bərabər olduğu üçün x-in qiyməti 12 olacaq. X-in qiymətini 12 tapmaqla kvadratın tərəfinin 12 olduğunu mən artıq bildim. Çünki burada x-in qiyməti 12-dirsə, aparırıq 12-ni x-in yerinə yazırıq. Yəni kvadratın tərəfi 12-dir. Deyir, bu düzbucaqlının perimetri 52 olarsa, kvadratın perimetri nə qədərdir? Perimetrdə bu 12-dən burada 4 dənə olduğu üçün 12-ni də 4-ə vuracam, eləyəcək 48. Cavabımız oldu 48-ə, yəni B variantına bərabər. Deməli, deyir, bölünən 125, natamam qismət 12 və qalıq 5 olarsa böləni tapın. Bölünən 125-dir. Deməli, natamam qisməti veribsə, bölən x-dir. Çünki x-i tapmalıyam da, mən böləni istəyirəm. Natamam qismət 12-dir, qalıq da 5-dir. İndi baxırıq. 12-ni vuram x-ə, 12x, üstə gəlinsin 5, bərabərdir 125. 12x bərabərdir 125-dən 5 çıxıram, eləyir 120, x-in də qiyməti 10-a bərabərdir. Deməli, bölənim 10-dur. Mənə də elə deyir ki, böləni tapın, bölən 10-a bərabərdir, C variantı. 18-ci sual. Deyir ki, bir top parçasının 7-də 1-i işləndikdən sonra qalan parçanı 5 yerdən kəsdilər. Bax, bir dənə top parçası düşünün. 1, 2, 3, 4, 5, 6, 7. 1, 2, 3, 4, 5, 6, 7 dənə hissədir. 7-də 1-i kəsildi. Bax, bu hissə kəsildi, götürüldü. Düzdürmü? Və qalan hissə 5 yerdən kəsildi. Əgər qalan hissə neçə hissədir? 1, 2, 3, 4, 5, 6 hissədir. Və 6 hissə 5 yerdən kəsiləndə 2, 3, 4, 5 yerdən kəsiləndə deməli, hər hissənin uzunluğu 4 metr olur. 4 olur. Əvvəlcə deyir, topda nə qədər parça var idi? 4-dürsə, neçə hissə idi? 7 hissə. Düzdür? 7 hissədirsə, 7-ni də 4-ə vuracam. 28-ə bərabər olacaq. Cavabım B variantı. Qab su ilə tam dolu olarsa 24. Qab yazırıq. Üzərinə suyu gəlirik. Deyir, bu ikisinin cəmi 24-dür. Amma deyir, 3-də 1-i dolu olarsa 12-dir. Qab yazırıq. Üstə gəlirik. 3-də 1 su bərabərdir 12.
İndi qabla qabı hər tərəf-tərəfə çıxırıq. Qabdan qabı çıxdım, sudan suyu çıxdım. Qabdan qabı çıxanda heç nə qalmadı. Sudan 1/3 suyun çıxanda, yəni su nədir? Tamdır, 3/3-dür. 3/3-dən 1/3 çıxanda 3/2 qalır. 3/2 suda 24-dən 12 çıxanda 12-yə bərabərdir. İndi belə çıxır ki, 3/2 hissəsi 12 olan ədədi tapacağıq. Suyun qiyməti nəyə bərabərdir? 12-ni 2-yə böldüm. 6, 3-ə vurdum 18. Su deməli suyun kütləsi 18-dir. Amma mənə qabın kütləsini istəyir. 24-dən də 18-ni çıxacağam, 6-ya bərabər olacaq. Cavab oldu B variantı. Burada deyir M-in qiyməti 648 bölünsün 3-dür. Yəni M-in qiyməti elə belədir ki, həmin o M-i tapmaq üçün 648-i 3-ə bölməliyəm. 6-nın içində 3 2 dəfə 2 dəfə, qələmə bir şeylər olmuş. 2 dəfə deyək. 4-ün içində 3 1 dəfə, 18-in içində 3 6 dəfə. Deməli M-in qiyməti neçəyə bərabərdir? 216-ya. N-in qiyməti neçədir? 140-ın üzərinə N-in qiymətini yazaq bura. 4 9 3 394-dür. Olarsa deyir 1000-in üzərinə həmin M-lə N-i topla, gəl üzərinə. M-lə N-i toplayanda bu hissəni silsəm, M-lə N-i rahat toplayacağam. Bircə dəqiqə. Neysə. Silmiş sayın. Deməli, toplayanda 6 ilə 4 10 0 1 yadda, 10 1 də 11 1 yadda, 3 ilə 2 5 1 də 6. İndi 1000-in də üzərinə 610 gələndə 1610-a, yəni A variantına bərabər olacaq. Belə əziz müəllimlər, miq və sertifikasiya üzrə sınaq 9-un da sonuna gəldik. Sağ olun.